Salam aleykum. Uzun müddətli gözlədiyimiz karpuz şuralar gəlib çıxır. Burada maraqlı məhsullarımız var. Bu neydi ki? Bu saatdir. Burasına basın. Yaxınlaşma. Bu Rəşidindir, bu bir. Qoca kişi, Rəşidin 70 yaşı var, qoca kişi saat satır. Bu mənimdir, vaxtın üçün zakaz vermişəm. Belə bir şəkildir. Maşının qapısı üçün, stoyka üçün. Bunu belə getdik. Mən olar sonra göstərsən. Son deyim. Bu sənədir, kaşkabdır. Bu da Rəşidindir. Bu bir 2-3 manat satdı da. Bu nədir? Aha. Bunların sumkasıdır. Hazır. Bu mənim səyahət sumkasıdır. Belə bir yan gedəndə belə taxacaq üstünə. Gülür. Əsas məsələ. Binokul. Durbin binokul. Deməli, bu 2 dənə buna sifariş vermişdi. Bunlar çox maraqlı bir şeydir. Deməli, buradan baxsan 21 dəfə yaxınlaşdırmaq var. Telefonla da çəkmək olur. Telefonla qoyub şey eləmək olur. Bildiyim qədərinə. Qəşəng pakov gəlir. Bu da həmçinin. Qəşəng gəlir. Sağ olun. Buna baxın, çox maraqlı bir dənə kəlbətin. Əzətdir. Çox funksiyalı. Ömər axı elektrikli bilirsiniz də. Köhnə elektrikli. Bu da belə bağlanan. Lazım olmadı, istifadə edilmədi. Öndən belədin. Ağladın. Və salam getdi, bu da yerinə. Bu da heç. Əsas bu var. Velosipetin kalpaçokların üstünə bağlamaq üçün də belə. Hava bırakmasın diye, hem de geçen görsen dekoratifdir. Və salam olun, əsas məsələ nədir? Əsas məsələ ibarətdir ki, Expargodan biz ayın 15-i, 14-ü sifariş vermişdik, çox gecikdirdilər. Expargodan kim sifariş verirsə, ilk dəfə fikirləşsin, hal-hazırda onların sistemində problem var. Bizim mallarımız təxminən 10 gündür gəlib Bakıya, lakin bizə zəng vurmurdular. Sağ olsun, sonra Şah müəllimdən xahiş elədik, öyrəndi. Səninlə bir həftədən çoxdur bizim mallarımız burada Mərdəkandaymış. Amma bizim xəbərimiz yoxdur. İşte bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Əlavə şərhiniz olarsa, sualınız olarsa, şərh bölməsi açıq olacaq, sualınızı verə bilərsiniz. Çox sağ olun, minnətdarım.